Allah Teala Zariyat suresi 55. ayette buyurur ki: "Vezekkir fe inne zikra tenfa'ul mu'minin." Hatırlat, hakikaten hatırlatmak mümine fayda verir. Allah Teala Kur'an-ı Kerim'de başka bir ayette buyurur ki: "Yevme la yenfa'u malun ve la benun illa men etallaha bi kalbin selim." O gün, yani kıyamet günü, ne mal ne de ki evlat, oğul, uşaq hiçbir fayda vermez. Ancak insana kıyamet günü fayda verecek şey salamat bir qəlblə gelmesidir. Buna göre insanın qəlbinin salamat olması çok mühümdür. İnsanın bədəni necə xəstələnirsə və həmçində insanın qəlbi də bu şəkildə xəstələnir. İnsanın bədəninə hansı xəstəliklər üz verir, insanın qəlbinə də o xəstəliklər üz verir. Bəzi insanlar qəlbindəki xəstəliklərə heç önəm vermirlər. Ancaq bədənindəki xəstəlikləri təmizləmək üçün, onların sağalması üçün nə qədər səy göstərir, əziyyət çəkirlər və mal sərf edirlər. Düzdür, insanın zahiri, bədəninin xəstələnməsi də təbii və onun müalicəsi də mühümdür. Ancaq daha mühüm olan insanın qəlbinin müalicəsidir. Çünki qəlb salamat olarsa, insanın həm dünyası və həmçinin də ahirəti salamat olur. Ona görə qəlb məsələsi mühüm məsələdir ki, insanın nəzər yetirməsi mühüm olan bir məsələlərdir. Deməli, 5 məsələ var ki, əgər qəlbdə bu xəstəliklər, qəlbdə bu əməllər varsa, o qəlb heç vaxtı salamat bir qəlb ola bilməz. Eğer bu saydığımız, daha doğrusu sayacak olacağımız bu şey qəlbdə varsa, o qəlb heç vaxtı salamat bir qəlb ola bilməz. Birincisi, insanın qəlbində şirk varsa, hansı ki bu şirk orada olan tövhidi məhv edir. İnsanın qəlbində tövhidi məhv edəcək şirk varsa, o qəlb salamat ola bilməz. Və ikincisi odur ki, insanın qəlbində Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiyi şəriətə müxalif olan əməllər, yəni bidətlər varsa. Əgər bir qəlbdə şirk və həmçində bidət varsa, o qəlbin salamat olması çətindir. Və sonra üçüncüsü gəlir ki, insanın Allah'ın əmirlərinə meyil qoymaması və o əmirlərə əməl etməyə mane olacaq şəhvətin olmasıdır. Dördüncüsü gəlir ki, insanı Allah'ın zikrindən uzaqlaşdıracaq qəflətin olmasıdır. Və beşincisi də gəlir ki, insanın öz havasına, yəni öz nəfsi ilə əməl etməsi, ona uymasıdır. Deməli, bu 5 şey, deməli, birincisi şirk, bidət, şəhvət, qəflət və həmçində insanın öz havasına uyması. Əgər bu 5 xəstəlik, bu 5 xislət qəlbdə varsa, Allah qorusun, o qəlb salamat qəlb ola bilməz. Və insanın bu bəlalardan, bu müsibətlərdən ən yaxın, ən tez bir şəkildə qurtarması lazımdır. Və insanın da bu müsibətlərdən ən gözəl qurtarma şəkli Şeyh İbn Qayyim rahimehullah'ın gətirdiyi kimi insanın dua etməsidir. Ən çox da bu məsələdə insana fayda verəcək dualardan biri də İhdinas sıratal müstəqim, bu duadır. Bu dua Fatih surəsində keçir. Allah Teala bu duanı etməyə bizə əmr etmiştir. Bilirsiniz, gündə 17 rəkat namaz qılınır və hər rəkatında da Fatih surəsi oxunması vacibdir və bu da Fatih surəsinin bir ayəsidir. Əgər insan bilərəkdən və yaxud da bilmədən bu ayəni tərk edərsə və sonra xatırlayarsa və hansı rəkatda oxumayıbsa, o rəkatı təzəldən qaytarması vacibdir. Çünki Fatih surəsi ruknun min ərkənis salə,
namazın rükunlarından biridir. Və həmçinin də Fatihə surəsindən bir ayə oxunmasa, Fatihə surəsi düzgün olmur və rükun tam olaraq yerinə yetirilmiş sayılmır və buna görə həmənki rükun, həmənki rəkat təzədən qaytarılmalıdır. Ki və dua nə qədər mühüm bir duadır ki, Allah-u Teala bizə bu duanı etməyi əmr edir. Ki və namaz əmr olunur və namazda Fatihə və Fatihənin də içində bu ayə var. Bu da dəlildir ki, Allah-u Teala bizə bu duanı etməyi əmr edir. Nə üçün? Çünki insan oğlunun salamat qalması üçün, düz yolda sabit qalması üçün bu duaya ehtiyacı var. Çünki bu dua o qədər şeyləri özündə əhatə edir ki, insan düşündüyü zaman, fikirləşdiyi zaman dəhşətə gəlir. Bu da insanın həm dünya və həm də axirət xoşbəxtliyinə çatması üçün bir səbəbdir. Bu duanın əhatə etdiyi şeylərdən biri elmdir. İkincisi iradədir, cəsarətdir. Və üçüncüsü əməl etməsidir. Və dördüncüsü bir şeyi tərk etməsidir. Bunları açıqlasaq, nə deməkdir ki, insan sırat-ı müstəqim dua edir ki, Allah, ehdina sırat-ı müstəqim. Nə deməkdir? Ehdina bizi yönəlt, sırat yol deməkdir, müstəqim düz yol deməkdir. Yəni dua edir ki, Allahım bizi düzgün yola yönəlt. Deməli, bir insanın düzgün yola yönəlməsi deyildiyi zaman bir əməl barəsində o insanın elmi olmasıdır. Bir insanın elmi olmasıdır. Əgər bir insan bir şey barəsində elmi yoxdursa, ona necə əməl edə bilər? Əgər bir insanın bir şey barəsində elmi yoxdursa, ona necə əməl edə bilər? Deməli, ilk növbədə insanın sırat-ı müstəqim, düzgün yolda olması deyildiyi zaman, onun düzgün yolda olması birinci nədir? Elmdən başlayır. Və sonra gəlir ki, insanın düzgün yolda olması, bir şeyi bilməsi, elmli olması, onun düzgün yolda olması demək deyil. Məsələn, Yahudilər, onlar çox məsələlər barəsində elmi var. Amma düzgün yoldadılar mı? Xeyr. Və insanın düzgün yolda olması demək onun nədir? Yəni bir şeyi bilməsi düzgün yolda olması deyil. Ta ki ona əməl etmədikcə. İnsan elə bil ki, bir növ ehdina sırat-ı müstəqim deməklə Allahdan elm istəyir. Allahdan elm istəyir. Və sonra insan ehdina sırat-ı müstəqim deməklə Allahdan o əmələ müvəffəq etməsi üçün yardım istəyir. Çünki bəzən insan bilir. Məsələn, bilir ki, Allah-u Teala 5 vaxt namazı vacib etmişdir. Ancaq o namazları əda etmək üçün cəsarət tapıb bacarmır. Zəiflik çəkir, zəiflik göstərir. İradəsi zəifdir. Güc toplaya bacarmır. Və müvəffəq ola bacarmır. Və həmçinin insan bu duanı etməklə, ehdina sırat-ı müstəqim duasını etməklə bir növ Rəbbinə dua edərək deyir ki, Allahım, mənə bu əməli etməyə müvəffəq elə. Fikir ver. Allahdan dua edərək mənə bu əməli etməyə müvəffəq etməsini istəyir. Və yaxşı, deməli insan bildi. Və sonra insanın o əməli etməyə müvəffəqiyyəti oldu Allahın yardımı ilə. Bu ilə düzəlirmi? Düzəlmir. Və sonra həmənki əməlin qəbul olması üçün ixlasa ehtiyac var. Və həmçində insan ehdina sırat-ı müstəqim deməklə Rəbbindən onun etdiyi o əməldə ona ixlas verməsini istəyir. Bunlar hamısı o duanın içərisində cəm olur. Biz bilmirik. Ehdina sırat-ı müstəqim. Yəni insan əgər bilsə ki, şeyh gətirir ki, Şeyh İbn Qayyim rahimehullah gətirir ki, yəni bu duaya çox diqqət yetirilməli. Hətta avam insanlara nəsihət tövsiyə olunmalıdır ki, bu duanı etsinlər. Çünki bu duanın altında o qədər şeylər, o qədər xəzinələr gizlənib ki, belə açılmasa insan başa düşə bilmir. Məsələn, onlar çox vardır ki, mən nə dua edim, edəcək dua tapa bilmirəm. Onlara deyilir ki, ehdina sırat-ı müstəqim, bu duanı çoxalt.
İhdinas sıratal müstakim özündə çox xeyirləri, xəzinələri özündə cəm edən bir duadır. Və həmçinin insan fikir ver elmi oldu. Və həmçinin bu əməli etmək üçün müvəffəq oldu. Və sonra Allah Teala ona ixlas nəsib etdi. Yenə də əməlin qabul olması üçün kifayət eləmir. Peyğəmbər sallallahu aleyhi və səlləmə olan tabiçilik lazımdır. Yəni insan bu dua ilə, İhdina sıratal müstakim duası ilə elə bil ki, Rəbbinə dua edir ki, ey Rəbbim, mənə ixlas nəsib et. Və həmçinin də Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçilik nəsib edir. Subhanallah, gör nə qədər gözəl və hər şeyi əhatə edən bir duadır. Və insana İhdina sıratal müstakim sözü, duası təkcə dünyada yox və həmçinin də ahirətdə faydası vardır. Ahirətdə faydası vardır. Allah-u Teala Quran-ı Kerimdə En'am suresi 153. ayette buyurur ki وَأَنَّ هَذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ وَلَا تَتَّبِعُوا السُّبُلَ. Alta buyurur ki həqiqətən bu mənim düzgün yolumdur, ona tabi olun və digər yollara tabi olmayın. Digər yollara tabi olmayın. Yəni sıratal müstakim Allah'ın hak yoludur. Ve həmçinin bu dua içerisinde ahireti de cəm edir. Ne deməkdir? Ahireti cəm edir dedikdə insanın sırat üzerinden keçerek cennete gitmesi var. Yani sırat elə bir yerdir ki, cennete başka bir yol yoktur. Ancak sıratın üzerindendir. Cennete olan yol ancak sırat köprüsünün üzerindendir. Peygamber sallallahu aleyhi ve sellem sahih hadislerin birinde buyurur ki, bir məna olarak insanların halı sırat üzerinde müxtəlifdir. Necə ki onların halı dünyada müxtəlif olduğu kimi. Yani dünyada insanın halı iman baxımından ve həmçinin əməl baxımından müxtəlif olduğu kimi onların da sırat üzerinden keçənlərin də halı müxtəlifdir. Onların bəziləri sırat üzerinden ildırım sürətiyle geçer. Ve bəziləri sürətli qaçan at sürətiyle geçer. Ve bəziləri dəvə gəzişiyle geçer. Ve bəziləri insan gəzişiyle, insan gəzişi sürətiyle geçer. Ve bəziləri də Allah qorusun sürünərək geçer. Ya onların halı, sırat üzerinde olan halı dünyadaki halları ile eynidir. Ona göre insan ahiretteki halını bilmək istəyirsə, dünyadaki halına baxsın. Və həmçinin də insanın hədisdə gəldiyi kimi sıratdan öncə insanlar zülmətdə olacaqlar. Zülmətdə olacaqlar. Onlar sıratı tapmaq üçün nura ehtiyacı olacaq. Onlar gəzmək üçün düzgün yolu, qiyamət günü düzgün yolu tapmaq üçün nura ehtiyacı olacaq. Və bəzisinin nuru dağlar qədər, dağ qədər olacaqdır. Və bəzilərinin də nuru Allah qorusun ayaq barmaqlarının ucuna qədər, ucunu göstərəcəkdir. Yəni başqa bir yeri görə bacarmayacaq. Və bəzən də onların nuru sönəcək və nurları söndüyü zaman onlar yerlərində durub qalacaqlar. Və nurları yandığı zaman onlar yenə addım atacaqlar, yol axtaracaqlar. Allah Teala Kıyamet günü buyurur ki يَوْمَ يَقُولُ الْمُنَافِقُونَ وَالْمُنَافِقَاتُ لِلَّذ۪ينَ آمَنُوا انْظُرُونَا نَقْتَبِسْ مِنْ نُورِكُمْ. O gün münafık kişiler ve münafık kadınlar iman getirenlere diyecekler. Bizi gözleyin ki sizin nurunuzdan bir az alak. Sizin nurunuzdan bir az alak. Çünkü kıyamet günü müminlerin, ibadet ve itaat ehlinin nuru çok olacaktır. Necə ki hədisdə gəldiyi qədər onlara dağlar qədər nur verilecek. Və bu nur səbəbilə onlar qiyamət günü insanların zülmətə qərq olduğu bir zamanda onlar düzgün yolu tapacaqlar. Və həmçində sırat üzərində güclü ildırım sürəti ilə keçənlərdən olacaqlar. Bunlar hamısı nədir? Hamısı insanın əməlinə, imanına və əməlinə görə əldə etdiyi Rəbbi tərəfindən olan bir mükafat. Yəni ona görə bu dua həqiqətən çox ehtiyac olunan bir duadır. Bu duaya həqiqətən hər bir şəxsin ehtiyacı vardır.
ve həmçinin qiyamət günü Peyğəmbər sallallahu aleyhi ve selleme olan tabeçilik, yani dünyada olan tabeçilik, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin havuzundan su içmeye sebep olacak. Yani o gün yani hiçbir kölgenin olmadığı bir günde ancak Allah'ın arşının kölgesi olacak ve güneş insanlara yaxınlaşacaq. Bəzi insanlar topuğa, dizə, qarna, bəziləri də boğaza qədər, bəziləri də yuxarı qədər, Allah qorusun, tərin içində olacaq. Və o günü Allah-u Teala Peyğəmbər sallallahu aleyhi ve selleme havuz verəcək. O havuzdan müminlər su içəcək. Peyğəmbər sallallahu aleyhi ve selleme tabi olanlar su içəcəklər. O havuzun genişliği, məsahəsi bir atlının bir ay müddətinə gedəcəyi vaxt qədərdir. Və onun ətrafındakı qədəhlərin sayı isə göydəki ulduzların sayı qədərdir. Allahdan istəyir ki, Allah-u Teala bizə o havuzdan su içməyi nəsib etsin. Və deyilir ki, həmən ki havuzun suyu Peyğəmbər sallallahu aleyhi ve selleme verilən, cənnətdə verilən Kəvsər bulağının suyudur. Yenə düzünü Allah bilir. Ne qədər səhih olub olmaması barəsində bilmir. Ancaq Peyğəmbər sallallahu aleyhi ve selleme qiyamət günü havuzun verilməsi səhih olan hədislərdəndir. Və fikir versəz, bu dua, deməli, başdan nə gəldi ki, 5 xislət var ki, 5 xüsusiyyət var ki, əlamət var ki, bu əlamətlər qəlbdə olarsa, o qəlb heç vaxtı salamat ola bacarmaz. Deməli, hansılar idi? Yəni, şirk və ondan sonra bidət və ondan sonra şəhvət və ondan sonra qəflət və bir də 5-incisi insanın öz havasına uyması. İnsan bu duanı etməklə ehdina sıratal müstəqim, Allahın izniyle bu adı keçilən, bu insanın qəlbinə musallat olan, insanın qəlbində baş vermiş bu xəstəliklərdən, bu əlamətlərdən uzaqlaşa bilər, onlardan qurtula bilər. Deməli, bizim üzərində düşən odur ki, bu duanı çoxaltmaq. Hər an, hər yerdə bu duanı çoxaltmaq. Allahdan istəyir ki, Allah-u Teala bizi öz yolu üzərində, sırat-ı müstəqim üzərində, düzgün yolu üzərində sabit etsin. Allahdan istəyirik ki, Allah-u Teala bizi irəlilədikdən sonra geriləməkdən və hidayətə gəldikdən sonra azmaqdan qorusun. Peyğəmbər sallallahu aleyhi ve sellemin Rəbbindən istədiyi kimi biz də Rəbbimizdən lisanən sadiq, düz danışan dil və qalbən səlimən və salamat bir qəlb istəyirik. Allahdan istəyirik ki, Allah-u Teala bizə verdiyi bu nuru həm dünyada və həm də ahirətdə artırsın. Allahdan istəyirik ki, Allah-u Teala bizi, evladlarımızı, valideynlərimizi, yoldaşlarımızı, bacı qardaşlarımızı öz yolu üzərində sabit etsin və bizi müsəlman olaraq bu dünyadan köçməyə nəsib etsin. Allahümme əmin. Subhanəkə Allahümme və bihamdik. Nəşhədu ən la illə ənt. Nəstəğfiruka və nətubu iləyik. Selamun aleykum və rəhmətullahi və barakatuhu.